iki ittifakın birleşmesi ve ilk idare heyeti, Suriye'nin Azerbaycan Klimatologlar İttifakı'nın ilk idare heyetini iclasıdır. Bu aslında çok vacip bir meseledir. Burada Sevda Sultanova Milli Diya meselesini dedi. Bəli, bu ilin yanvarın 10'unda Prezident tapşırdığı ki, ictimai birliklər, ümumiyyətlə təşkilatlar milli diyamızın necə qurulmasını barədə təkliflər versin. İndi bilmirəm müzakirələr necə gedir başqa qurumlarda, amma arzu ederdim ki, burada da bu müzakirələr aparılsın və çoxları elə bilir ki, milli ideya ancaq Qarabağ haqqında film çəkməkdir. Vagif müəllim çəkdiyi filmindən faktiki olaraq bu müharibənin nə üçün baş verdiyini peşəkarlıqla göstərdi. Əgər deyilsən gözəldir filmində və biz daha bu müharibənin səbəbləri barədə heç nə çəkə bilməyəcək. Ona görə ki, burada peşəkar bir böyük yanaşma var idi və o mətbəxi açdı. Yəni, bu mənim şəxsi qanaatimdir. Bundan sonra yaranan filmlər, qəhrəmanlıq filmləridir, digər mövzularda dram və s. Bu artıq müəlliflərin özlərinin zaman keçdikcə onun işlərdən keçirməsinə aiddir. Bir də mən bir məsələni bildirim ki, Qasım bu milli deyə çox vacib məsələdir. Bilirsiniz, məsələ burasındadır ki, mən məsələn, milli deyə deyəndə bu bizim artıq torpaqlarımızın qaytarılmasından sonra bir vətəndaş olaraq, bir klimatologçu olaraq biz necə olmalıyıq? Bu sadəcə ikimizdə olmalıdır və ümumi müzakirələrdə ümumi xəttimiz olmalıdır. Və bir məsələyə də münasibət bildirim qanunvericiliyi ilə bağlı. Məsələ burasındadır ki, Azərbaycanın kinematoqraf haqqında qanun 98-ci ildə qəbul olundu. Və həmin qanun bugünə qədər qüvvədədir. Və həmin qanuna bu vaxta qədər neçə dəfə 2019-cu ildə bilirsiniz ki, Prezident İlham Əliyev martın 1-də mədəniyyət xadimlərindən görüşdən sonra, siz də oradaydınız, Şərifə xanım rəsmi müzəffirlərimizə, orada bir məsələ qaldırdı ki, yəni kino ilə bağlı məsələlər qaldı və dərhal həmin görüşdən sonra sərəncam imzaladı. Milli kino konsepsiyasının yaradılması. Bu da diləndi qanunvericiliyə. İndi bu qanunvericilik dayanıb getmir. Bunu dəyişmək lazımdır. Orada hələ də elə ifadələr var ki, biz müasir dövrümüzdə onu edə bilmirik. Komissiyalar var, işləyir üzərində. Bu çox vacib bir məsələdir. O qanunvericilik dəyişəndən sonra hər şey öz əlini tapır.